Salam əziz izləyicilərim. Bugün sizə çox asan və olduqca ləzzətli olan bulqa resepti ilə gəlmişəm. Hazırlanma qaydası çox asan, dadına isə doyum olmaz. Çox gözəldir. Hər biriniz yoxlaya bilərsiniz. Reseptə keçməzdən əvvəl kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Elə isə başladıq. Qaba 1 ədəd yumurta və 1 ədəd yumurtanın ağı, 5 xörək qaşığı şəkər tozu əlavə edirəm. 1 paçka, yəni 5 qram vanil əlavə edib bunu birazcık qarışdırıram. Ondan sonra üzərinə 1 stəkandan 1 barmaq aşağı duru yağ və 100 qram kərə yağı əlavə edirəm. Otaq temperaturunda olan kərə yağı və üzərinə 1 stəkan süd və 1 stəkan da ilıq qaynamış su əlavə edirəm. Üzərinə 1 paçka, yəni 10 qram maya əlavə edib bunu yaxşıca qarışdırıram. 1 çay qaşığından biraz az duz və təqribən 6 stəkan, yəni 1 kilodan biraz çox un istifadə elədim. Yəni sizdə də bunun yəni stəkanın ölçüsünə, unun dəyərinə görə fərqlənə bilər. Ələ yapışan, çox gözəl, yumuşaq, pambıq kimi xəmir hazırlayıram. Gördüyünüz kimi yoğururam və çox gözəldir, yumuşaqdır. Və bunun üzərini örtərək bunu mayalanmağa qoyuram. Təqribən 1 saat, 1 saat 20 dəqiqə ərzində mayalanır otaq temperaturunda. Mayalandıqdan sonra bunu havasını alıb və işə başlayırıq. Deməli biz gördüyünüz kimi bunu taxtanın üzərinə alıram, bölürəm. Yəni mən 2 fərqli üsulda elədim. Yəni siz də istədiyiniz formada, həm simit formasında, həm yumru, həm ürək formasında, dovşanlı, aycıqlı, istədiyiniz formada hazırlaya bilərsiniz. O sizin yəni zövqünüzə görədir. Mən 2 formada elədim. Həm yumru formada elədim, həm də ürək formasında elədim. İndi eləmə qaydasını sizə göstərəcəm. Gördüyünüz kimi ilk olaraq belə yumru formada elədim. Yəni sadə bildiyimiz bulku formasında elədim və bunu mayalanmağa göndərdim. İkinci formanı ürəkli eləyəcəm və bunun içərisinə 1 çay qaşığı, 1 xörək qaşığı şəkər pudrası və birazcık darçın əlavə edib dadlandıracağım. Gördüyünüz kimi göstərirəm videoda bu üsulda, bu formada hazırlayıram. Dediyim kimi, yəni o sizin dünya görünüşünüzə, fantaziyanıza qalıb ki, artıq ki, hansı formada hazırlayasınız. Hər iki formada elədim. Hər iki formanın ikisi də yumuşaq alınır. Amma mən nəyəsə görə daha çox bu ürəkli formanı çox sevirəm. Bəlkə də içərisində darçın olmağından irəli gəlir, bilmirəm. Forma verirəm, hazırlayıram. Ürəkli formaları da mayalanmağa göndərirəm. Gördüyünüz kimi belə görünür. Çox gözəldir, yumuşaqdır. Birinci formanı mayalandıqdan sonra üzərinə yumurtanın sarısını çəkirəm və üzərinə zövqə görə küncüt, balqabaq tumu əlavə edirəm. Yəni siz bunu eləməyə də bilərsiniz. Yəni sadəcə yumurta sarısını sürtərək də sobaya verə bilərsiniz. Mən təqribən 200-180 dərəcə arası bişirdim. Yarım saata hazır olur. Bu da hazırdır. Möhtəşəmdir. İnanın səmimiyyətimə deyirəm, çox gözəldir, yumuşaqdır, ləzzətlidir. Siz zövqə görə şirinisini biraz artıra bilərsiniz. Mən çox şirini sevmədiyim üçün 5 xörək qaşığından istifadə elədim. Siz yəni isteyə görə 1 stəkandan və yaxud da daha çox istifadə edə bilərsiniz. Amma çox şirin olanda yaxşı şişmir. Yəni şəkər tozunu çox əlavə edəndə çox da yaxşı qabarmır. Buyurun, göz haqqınızı halal eləyin. Çox gözəldirlər. Siz də yoxlayın, rəylərdə bizimlə bölüşün fikrinizi.